Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli bəy Kərimlinin adından yayılan bir məlumatla sizi tanış etmək istəyirəm. İranda internet açılandan sonra xalqa qarşı törədilən qırğının miqyası üzə çıxır və adamı dəhşətə gətirir. Bu rejimin öz xalqına qarşı bu cür qətliamı, bu cür qəddar münasibəti beynəlxalq ictimai tərəfindən diqqətsiz qalmamalı. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Heç bir ölkədə hakimiyyətin öz xalqına qarşı bu cür qəddar münasibətinə imkan verilməməlidir. Heç kim hansısa milli geopolitik maraqlar adı altında belə insanlıq əleyhinə cinayətlərə susmamalıdır. Qədə hakimiyyətin öz xalqına qarşı bu cür qəddar münasibətinə imkan verilməməlidir və susmamalıdır. Yəni gördüyünüz kimi biz doğrudan da rəsmi Bakı tərəfindən İran repressiyalarına bir susqunluq görürük. Əslində Əliyevə sual veriləndə də Davosda o cavab vermişdi ki, biz sabitlik istəyirik və daha sonra da neftin qiymətinin şükür ki, aşağı düşməməsindən danışmışdı. Qayıdıram Əli Kərimlinin ismarıcına. Eyni zamanda İranda bu səviyyədə qətliamdan sonra insanların yenidən mübarizəyə qalxması onu göstərir ki, rejimlər də öz qəddarlıqlarına çox güvənməsinlər, hətta ən böyük qəddarlıqlar belə insanları azadlıq uğrunda mübarizədən daşındıra bilmir. Daha sonra gəldik ismarıcın ikinci hissəsinə. İkincisi, ölkə üçün çox mühüm bir hadisə baş verməkdədir. ABŞ rəsmi nümayəndəsinin ölkəmizə gözlənilən səfəri şübhəsiz ki, çox mühüm hadisədir. Müstəqillik tariximizdə ikinci dəfədir ki, Amerikadan belə yüksək səviyyəli bir dövlət rəhbəri, vitse-prezidenti Azərbaycana səfərə gəlir. Şübhəsiz ki, bu səfər bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə öz töhfəsini verəcək, digər tərəfdən isə trip marşrutunun reallaşmasını sürətləndirəcək. Eyni zamanda Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması gözlənilir ki, bu da mənim təqdir etdiyim məsələdir. Bizim partiya proqramımızda da nəzərdə tutulub ki, Azərbaycanla ABŞ nəinki strateji tərəfdaş, hətta müttəfiq olsunlar. Ancaq çox təəssüf edirəm ki, vitse-prezident J.D. Vance'in Azərbaycana səfəri elə bir vaxta düşür ki, Azərbaycanda repressiyalar öz zirvəsinə çatıb. 340 nəfərədək ictimai-siyasi fəal siyasi mövqeyinə görə həbs edilib. Rejim ölkədə azad mətbuatın, vətəndaş cəmiyyətinin və müxalifətin məhv edilməsinə çalışır. Ona görə də belə bir vaxta düşən səfər zamanı çox ümid edirəm ki, J.D. Vance İlham Əliyevlə görüşündə Azərbaycanda insan haqları və azadlıqlarının hazırki durumunu, demokratik institutların vəziyyətini və ümumiyyətlə ölkədə demokratik açılım mövzularını da müzakirə edəcək. Bu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli bəy Kərimlinin yaxınlarına vasitəsilə çatdırmış olduğu ismarıc idi.